2 aprel 2026-cı il tarixində Salyan rayon Kürqaraqaşı kəndindən olan 17 may 1993-cü il tarixində Qarabağ şəhidi Məlikov Əfqan İldir oğlunun mövludu ilə əlaqədar olaraq Salyan rayon Heydərli mərkəzinin təşkilatçılığı ilə Vətən bizim and yerimiz adlı tədbir keçirilmişdir. Həmin tədbirdə Salyan rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə təşkil şöbəsinin müdiri Rəşad Kərimov, Yeni Azərbaycan Partiyasının Salyan rayon təşkilatının müavini Akşin Babayev, Salyan rayon Heydərli mərkəzinin direktoru Nübar Bayramova, şəhid bacısı Zərnigar Məlikova, qazi atası Yusif Salahlı, İctimai Nəzarət Cəmiyyətinin təsisçisi və sədri Xalid Mirzəyev, İctimai Nəzarət Cəmiyyətinin İdarə Heyətinin üzvü Arzu xanım Edilova, Mətbuat katibi Elşən İsmailov, İctimai Nəzarət Cəmiyyətinin Xətai rayon təşkilatının sədr müavini Nazilə Orucova, Salyan rayon təşkilatının sədri Şəlalə Əsgərova və fəal üzvləri şair yazısı Firdovsi Sarvanlı, Qocaman müəllim Allahverdi Piriyev və Murad Əlilər İctimai Cəmiyyətinin sədri Rəsmiyə Səmədova, bir saylı məktəb liseyin şagirdləri, şəhid və qazi ailələri iştirak etmişdilər. Allahdan şəhidimizə rəhmət diləyirik.